Salam uşaqlar, sizinlə ədatın qaydalarına gəlin baxaq. Ədat haqqında verilən dil qaydası çalışmalara baxaq. Mətndə göy rənglə verilmiş sözləri ixtisar etməklə cümlələr oxuyun. Məna və intonasiyada baş vermiş dəyişikliyi izah edin. Mətnə baxaq. Burada tez sözüdür, bir də belə sözlərdir. Baxaq. Acından az qala dizləri bükülən at ağzını dərhal ota uzadıb tez də geri çəkdi. Ağzına aldığı otu yerə tökdü. Burada biz cümləni dəyəni çıxarsaq necə olar? Görək bir ümumiyyətlə cümlənin mənasında dəyişiklik olurmu? Belə bir sual verək. Acından az qala dizləri bükülən at ağzını dərhal ota uzadıb tez geri çəkdi. Baxdıq ki, heç bir dəyişiklik baş vermədi. Sadəcə tezlə geri çəkdi. Əslində tez sözünün təsir gücünü biraz da artırır bu də. Onun üçün biz nə deyirik? Ədat cümlədə sözlərin və ümumiyyətlə cümlənin təsir gücünü artırmağa xidmət edir. Biz bu dəyəni çıxartsaq, ümumiyyətlə cümlədə məna etibarilə bir dəyişiklik oldu? Əlbəttə olmadı. Bəs intonasiyada, əslində intonasiyada müəyyən dəyişiklik oldu. Mənada da o dəyişikliyi sadəcə qeyd edə bilərik ki, cümlənin təsir gücü bir qədər azalır. Əslində cümlənin təsir gücü azalır demək yox, əslində cümlə öz mənasına qayıdır, öz məna təsirinə qayıdır. Belə demək daha doğrudur. Çünki bu da olmadan da cümlə elə normal cümlə idi. Və yaxud da bura baxaq, amma nə qədər çalışsa da at onun üzünə belə baxmır, heç nəyə ağzını vurmadan, hey ətrafa boylanaraq nəysə kimisə axtarırdı. Yer gəlmişəm, burada belə sözü ilə yanaşı, bax, sa da var, bu da da burada ədatdır əslində. Bu da ədatdır. Bunu da xatırlatmaq yerinə düşər. Diqqət eləyək uşaqlar. Belə sözünü çıxardaq. At onun üzünə baxmır. At onun üzünə belə baxmır. At onun üzünə baxmır desək, belə olmadan da, əslində cümlə normal bir fikir ifadə edir. Yəni, hər şey qaydasındadır. Amma nə qədər çalışsa da at onun üzünə baxmır. Sadəcə belə sözü bu cümlənin təsir gücünü bir qədər artırır. Cümlənin təsir gücünü, oradakı mənanı bir qədər artırır. Ona görə deyirlər ki, ədat cümlənin, cümlədəki sözlərin və ya ümumiyyətlə cümlənin təsir gücünü bir qədər artırmağa xidmət edir. Deməli, də və belə sözləri ədatdır və yeri gəlmişəm, bunlar ədatın hansı məna növlərinə aiddir? Hər ikisi qüvvətləndirici ədatlardır. Baxaq növbəti çalışmaya. Verilmiş ədatları müvafiq cümlələrə əlavə edin. Təəssüf ki, müşfiqə çox qısa ömür nəsib oldu. Bura birinciyə çox uyğun gəlir. Bu birinciyə uyğun gəlir. Çox ədatı burada ədatın hansı məna növünə aiddir? Biz bilirik ki, qüvvətləndirici ədatdır. Bu birinci cümləyə uyğun gəlir. Və yeri gəlmişdən çox sözü sifətdən əvvəl işlənib. Ümumiyyətlə, çox sözü laf zərfdən də əvvəl işlənmiş olsaydı, o yenə də qüvvətləndirici ədat olacaqdı. Əvvəlcə bu mərhələni keçək. Bax, burada gəl sözündən istifadə edəcək, ikinciyə gəl uyğun gəlir. Gəl əvvəlcə bu mərhələni keçək. Yer gəlmişkən, biz bu mərhələni keçək mənasındadır deyə, keçək feilin əmr şəklindədir. Bu feil əmr şəklindədir. Ona görə gəl ədatı da feilin yox, ədatın əmr növünə daxildir. Yəni, əmr ədatı olacaqdır. Nəyə görə? Çünki feili, bu keçək feili, əmr şəklindədir. Cümlənin feili əmr şəklindədir. O səbəbdən gəl sözü də, yəni gəl ədatı da əmr ədatı olaraq işlənmiş olacaq. Üçüncüyə baxaq, bu mənim həyatımda ən əlamətdar hadisə idi. Üçüncüyə, deməli, uyğun gəlir ən. Ən də burada yenə qüvvətləndirmə ədatıdır. Deməmişdim ki, bu qutuya əl vurma. Bəs deməmişdim ki, bura bəs uyğun gələcək. Dördüncü cümləyə sual ədatıdır. Amma yer gəlmişəm, burada sual işarəsi olmasa da, yəni cümlə sual intonasiyası ilə bitməsə də, sual məqsədi ilə yəni işlədilməsə də, bəs ədatı sual ədatı məqamında işlənmiş olur. Mən nə biləydim ki, işıqlar sönəcək. Ax ədatı bura uyğun gəlir. Beşinciyə
Axı mən nə biləydim ki, işıqlar sönəcək. Axı da yenə qüvvətləndirici ədatdır. Sən də yenə qulaq asaydım, kaş ədatı uyğun gələcək 6-ya. Kaş olacaq arzu ədatı. Yer gəlmişkən asaydım, qulaq asaydım daha doğrusu. Burada A feilin arzu şəklində olduğundan əlbəttə bilirik ki, kaş da nədir? Arzu ədatıdır. Ona görə kaş ədatından istifadə edirik. Deməli, kaş ədatı arzu ədatıdır və feilin arzu şəkli olan feil işlənmiş. Yəni, əslində, qulaq asaydım, frazeoloji birləşmədir. Frazeoloji birləşmə işlənmiş cümlədə işlənəcək. Gəl ədatı isə harada işləndi? İkinci cümlədə feilin əmr şəkli ilə bitən cümlədə işləndi gəl ədatı və deməli, ədatın əmr ədatı növünə daxildir. 9-cuya baxaq. 9-da cümlələrdə işlənmiş ədatları seçin və həmin ədatlardan da istifadə etməklə yeni cümlələr qurun. Həmin ədatlardan da. Yer gəlmişəm, bu cümlədəki da bağlayıcıdır. Deməli, 9-cu. İnsan öz taytuşları arasında üstünlüyü yalnız elm və sənətə görə əldə edir. Diqqət edək. Burada ədat hansıdır? Yalnız sözü burada ədatdır. Yalnız elm və sənətə görə, ancaq elm və sənətə görə, tək elm və sənətə görə, təkcə elm və sənətə görə bu, deməli, məhdudlaşdırıcı ədatlarla əvəz edə bilərik. Yalnız sözü ədatdır və məhdudlaşdırıcı ədatdır. Amma lap naxaq yerə hənadan söz saldım. Lap burada nədir? Ədatdır və qüvvətləndirici ədatdır bu məqamda. Heç yeri deyildi. Bax, heç sözü də burada yenə ədatdır. Amma nə ədatı olacaq? İnkar ədatı olacaq. 3-cüyə baxaq. Mən artıq belə fikirlərlə razılaşa bilmirəm. Mən artıq sözü burada ədatdır və qüvvətləndirici ədatdır. Daha ədatı ilə əvəz edə bilərik. Ümumiyyətlə, burada belə də var, belə sözü. Amma biz beləyə əlbəttə ədat deyə bilmərik. Belə fikirlərlə, nə cür fikirlərlə? Arada baxın, sual işarəsi yaranır. Yəni, madam ki, belə sözündən bu tərəfə sual verə bilərəm, özündən qarşısındakı sözə, özündən sonraki sözə, deməli, belə sözə ədat yox, əslində olacaq nə? Əvəzlik. Nə cür fikirlərlə? Belə fikirlərlə. Lə burada yeri gəlmişkən onu da deyək, olacaq qoşma. Belə fikirlər ilə razılaşa bilmirəm. 4-cü cümləyə baxaq. Sən bu barədə heç kəsə demədin ki, burada ədatdır və nə ədatı sayılır? Uşaqlar, sual ədatı sayılır. Heç sözü var. Heç sözü bax burada da var idi. Burada ədatdır. Bəs burada da görəsən ədatdırmı? Əlbəttə yox. Heç kəs bir yerdə götürüləcək və qeyri-müəyyən əvəzlik olacaq. Kimə demədin? Heç kəsə. Ümumiyyətlə, cümlədə də sual versək, sən bu barədə demədin ki, gəlin biz sual verək heç kəsə sözünə görə necə anlar. Sən bu barədə kimə demədin? Heç kəsə. Cavabında deyirəm heç kəsə. Madam bunun ikisini də bir yerdə çəkdik, adını, yəni heç kəsə bir yerdə dedik. Deməli, heç kəs nədir? Qeyri-müəyyən əvəzlik olacaq. Çünki suala cavab verir. Burada isə ədatdır. İkinci cümlədə isə ədat məqamında işlənir. Qoy mən yenə söhbət açım öz diyarımdan. Bax, burada qoy sözü əlbəttə əmr ədatıdır. Çünki söhbət açım frazeoloji birləşməsi, feilin əmr şəklindədir. Qoy sözü də əmr ədatı olacaq. Bəs sən işdən nə vaxt qayıdacaqsan? Bəs sən işdən nə vaxt qayıdacaqsan? Bəs sözü sual ədatıdır və sual cümləsində işlənib. Burada nə görürük? Amma nə qüvvətləndirici ədatımız var? İndi biz buna nəyə biz ədat deyək? Əlbəttə yox. Nə vaxt bir yerdə götürəcəyik və sual sözü olduğundan, sual sözü olduğuna görə olacaq nə? Sual əvəzliyi. Növbəti çalışmaya baxaq. Kaş hər şey sən deyən kimi olaydı. Görək bu cümlələrdə bu məna növlərinin hansına uyğun gəlir ədatlar. Kaş sözü ədatdır, uşaqlar. Burada ola, a, feilin arzu şəklindədir, görürük. Əlbəttə, kaş sözdə nə olacaq? Arzu ədatı olacaq. Qərarını verməzdən əvvəl qoy mən də sözümü deyim. Sözümü deyim. Qoy burada ədatdır. Və
əmr ədatıdır. Çünki sözümü deyim, bu deyim feili im şəkilçisini görürükmü? Mən sözümü deyim, sən sözünü de, o sözünü desin. Bu deyim sözü, yəni deyim feili, feilin əmr şəklindədir. Əmr şəkli. Əmr şəklindədir. O səbəbdən də qoy ədatı nə olacaq? Əmr ədatı olacaq. Üçüncüyə baxaq. Bəli, mən sənə etibar edirəm. Bəli, təsdiq ədatıdır. Deməli, biz təsdiq ədatıdır, bunu tapdıq. Kaş nə idi? Arzu ədatı, onu da tapdıq. Qoy mən əmr ədatıdır. Bəli, təsdiq ədatıdır. Bəs bu gün imtahana hazırlaşmayacağıq. Bəs burada olacaq nə? Sual cümləsində də işlənib. Sual ədatı olacaq. Xeyr, mən bu fikirlərlə razılaşa bilmərəm. Əlbəttə, xeyr, inkar ədatıdır. Yer gəlmişkən, bəli və xeyr. Bax, inkar sözlərindən sonra sual işarəsi var. Xeyr belə yazılır. X-E-Y-R. Amma yazılan burada bir i olsaydı, xeyir, xeyir. Daha bu ədat olmayacaqdı. Bu xeyir sözü isimdir. Əgər i ilə işlənsə, ism olacaq. Biz ona ədat deməyəcəyik. Məhz bu səbəbdən iki dövlət arasında münaqişə dərinləşdi. Məhz sözü də əlbəttə dəqiqləşdirici ədatdır. Dəqiqləşdirici ədatları da xatırlasaq, eləməz əsl dəqiqləşdirici ədatlardır. Eləməz əsl. Növbəti baxaq uşaqlar. Bayatı vatalar sözündə ədatları tapın. Onlarla bağlı olan feillərin şəklini müəyyənləşdirin. Bax, ədatla feillərin şəkli. Baxırıq bunların arasında nə var? Bir bağlılıq olmalıdır. Bağçaları sarı gül, yarı qönçə, yarı gül. Gec açıldın, tez oldun, olmayaydın, barı, gül. Burada barı sözü, bax tələffüzdə də belədir, barı. Bu A-nı biz daha qüvvətli tələffüz edəcəyik və sözün vurğusu A saitinin üzərində olacaq. Barı sözü burada olacaq, arzu ədatı. İndi bizə nə deyir? Ədatın növlərindən də bilirik ki, barı sözü arzu ədatıdır. Amma deyir, ədatla feilin şəkli arasında bir bağlılıq var. Olmaya, bax, ol sözün köküdür. Ma inkar şəkilçisidir. Olmaya idin deməkdir də bu. Burada ya ki var uşaqlar, bax bu ya. Biraz aydın eləyək. Olmaya. Bax bu ya feilin arzu şəklindədir. O səbəbdən də barı sözü feilin arzu, daha doğrusu ədatın arzu ədatı növünə daxildir. Çünki arzu feili ilə feilin arzu şəklində olan feillə bir yerdə işlənib. Keçmə namərd körpüsündən qoy aparsın su səni. Qoy sözü ədatdır. Yuxarıdakı cümlələrdən də bunu bilirik, nümunələrdən. Bax, qoy aparsın su səni. Əmr ədatıdır, qoy sözü. Qoy sözü əmr ədatıdır. Aparsın, su apar, apar sözün köküdür. Bu sın var ha. Aparsın. Feilin şəxs sonluğudur və üçüncü şəxsin təkinə aid olan, yəni üçüncü şəxsin təkinə aid olan feilin şəxs sonluğudur. Mən aparım, sən apar, o aparsın. Su sözü üçüncü şəxsin təkində sayılacaq. Bu anlayışlar bilirik ki, cansız anlayışlar, müxtəlif mücərrəd anlayışlar, əşya bildirən anlayışların hamısı üçüncü şəxs sayılır. Bir sözlə, su üçüncü şəxsdir, aparsın feili üçüncü şəxsin təkində feilin əmr şəklindədir və qoy ədatı da əmr ədatı olaraq bu feillə bir yerdə işlənmişdir. Yəni, əmr şəklində olan feillə bir yerdə işlənib. Yatma tülkü kölgəsində, qoy yesin aslan səni. Yenə də yesin sözü, yəni aslan yesin, yesin. Bu sin üçüncü şəxsin təkinə aid olan şəxs sonluğudur. Deməli, qoy ədatı feilin əmr şəklindədir. Nəyə görə? Çünki yesin feili əmr şəklindədir. Üçüncü şəxsin təkində əmr şəklindədir. Qoy feili də bu səbəbdən əmr ədatı məqamında işlənmiş olacaq. Uşaqlar, 44 günlük müharibə erməni işğalçılarına yaxşıca dərs oldu cümləsində fərqləndirilmiş sözlə deyir, cay səciyinin şəkilçiyə və ədata xas olan xüsusiyyətlərini araşdırın. Gəlin baxaq. Yaxşıca dərs oldu. Burada bu ca əlbəttə ki, biz zərfdən bilirik, çox uzağa getməyə. Bax, zərf şəkilçisi olan
Ca həmişə dil bildirən sözlər artırılır. Məsələn, Azərbaycanca, ingiliscə, türkcə. Amma burada elə bir anlayış yoxdur. Deməli, ca nə olacaq burada? Ədat olacaq. Və yaxud da qoşma kimi düşünmək olar və ya ədat kimi düşünmək olar. Madam ca burada zərf düzəldən şəkilçi deyilsə, deməli ya qoşma casıdır və ya ədat casıdır. Burada qoşmalıq bir anlayış yoxdur. Deməli, nə olacaq? Ədat. Gəlin indi casız işlədək. 44 günlük müharibə erməni işğalçılarına yaxşı dərs oldu. Əslində bu normal cümlədir. Bunu cana ədat eləyən nə oldu? Hardan bildik ki, bu məhz ədatdır? Çünki yaxşı sözünün təsir gücünü artırmağa xidmət etdiyindən bu ca burada ədat qismində iştirak etmiş olur. Yəni cana ədat eləyən bax bu dediyim mənadır. Yaxşı sözünün təsir gücünü daha da artırır. Ümumiyyətlə, yaxşı sözünün nəyə əsasən, nəyə nəzərən təsir gücünü daha da artırdı? Və dərs olduya nəzərən daha da artırdı. Yaxşı dərs oldu, indidir yaxşıca dərs oldu. Biz yaxşıcanı, bu canı çıxardıb, əslində daha yaxşı dərs oldu mənasındadır da, lap yaxşı dərs oldu, olduqca yaxşı dərs oldu mənalarını bildirir. Əvvəl-axır yaxşı dərs oldu. Bu olduqca, daha, ca nə ədatları sayılır? Qüvvətləndirici ədatlar sayılır. Bu oldu bunun ədata məxsus olan cəhətləri. Bəs şəkilçiyə aid olan xüsusiyyəti nədir? Biz bura, məsələn, bu ca, görürsünüz, ca üstü 2 yazıblar, yəni ca-cə. Biz yaxşı-cə demirik də, yaxşı-cə demirik. A-dan istifadə edirik. Ona görə ki, yaxşı sözünün ikinci ecası, yəni yaxşı sözü ı qalın saytı ilə bitdiyindən, o səbəbdən də biz canın cəsini yox, casını seçmişik. Və həm də onu bilirik ki, bu ədat, ca-cə ədatı əlbəttə sözə bitişik yazılmalıdır. Yəni şəkilçiyə aid olan bir xüsusiyyəti də onun həm də sözə bitişik olmasıdır. Bir sözlə şəkilçiyə aid olan xüsusiyyəti nə oldu? Sözə bitişik olması, eyni zamanda cə yox, ca versiyasının artırılmasıdır. O da ı-nın qalın olmasına görədir. Gəlin indi o biri çalışmalara baxaq. Nöqtələrin yerinə müvafiq ədatlar yazmaqla cümlələri köçürün. Mən sənin üçünmü istəmişdim bunu? Bax, burada mü ədatı, ümumi sual ədatına istifadə edəcəyik. Mən sənin üçünmü istəmişdim bunu? Sual ədatı uşaqlar artırıldı birbaşa qoşmanın özünə və qoşmanın özünə artırılaraq bitişik yazılacaq. Nə ədatıdır? Sual ədatıdır və cümlənin sonunda da sual görürük. Sizin dediklərinizlə razıyam. Əlbəttə, bəli olmalıdır. Bəli, vergül, sizin dediklərinizlə razıyam. Mu sual ədatıdır, bəli isə təsdiq ədatı oldu. Qorxulu nağıllardan yadımda qalanı Qaraca qızdır. Burada ca ədatını istifadə edəcəyik. Qüvvətləndirici ədatdır. Daha sonra a kos, kosa, gəlsənə, gəlib salam. Əlbəttə, burada sana, sənə uşaqlar ədatından istifadə edəcəyik. Gəlsənə, gəlib salam versənə. Və sana, sənə burada əmr ədatıdır. Bax, gəl feili, sən gəl. İkinci şəxsin təkində olan gəl feili ikinci şəxsin təkindədir və feilin əmr şəklindədir. Eləcə də salam ver. Burada salam ver, vermək, yəni salam vermək ikinci şəxsin təkində və əmr şəklindədir. O səbəbdən sana, sənə nə ədatı olacaq? Əmr ədatı olacaq. Fəhlə, özünü sən də bir insanmı sanırsan? Fəhlə, özünü sən də bir insanmı sanırsan? İnsan mı? Burada yenə mı sual ədatından istifadə edəcək uşaqlar. Sual cümləsindədir və sual ədatıdır. Yer gəlmişəm, buradakı də bağlayıcıdır. Fəhlə, özünü sən də bir insanmı sanırsan? Sonra, altıncıda isə olmalıdır, əlbəttə, xeyr. Xeyr, biz heç vaxt bu yoldan dönməyəcəyik. Burada isə xeyr, inkar ədatından istifadə etmiş olduq ki, özündən sonra vergül işarəsi qoyulur.
Verilmiş bayatdakı ədədlərlə bağlı suallara cavab verin. Bayatda deyir hansı ədədlər var? Gəlin baxaq. Eləmi Şuşa barı, burada mi sual ədatıdır. Çəkilib Şuşa barı. Burada Şuşa barı hasar mənasındadır. Bu barı vurğusu ı-nın üzərindədir uşaqlar. Barı vurğu ı-nın üzərindədir. Eləmi Şuşa barı, çəkilib Şuşa barı. Sən dərdli, mən yaralı, gəl gəzək qoşa barı. Artıq burada barı yox, barı deyəcək. Vurğunu a-nın üzərində saxlayacaq. Bax, bu sözlə bu yuxarıdakı sözlər arasında fərq var. Bu ikisi vurğusu sonuncu hecadadır. Barı deyə tələffüz edilir və nitq hissəsinə görə hər ikisi nədir? İsimdir. İsim, yəni hasar mənasındadır. Amma burada barı olacaq əlbəttə ədat və barı da bilirik ki, arzu ədatıdır. İndi bizə belə bir sual verir burada yer gəlmişkən. Nəyə görə sonuncu misradakı, yəni bu feilin şəklini söhbət gəzək feilidir. Dəqiq müəyyən etmək mümkün olmur. Deyir, bunun səbəbi nədir? Gəzək feilini biz neçə cür baxaq, kök və şəkilçiyə ayıra bilərik. Bir diqqət edək. Bir gəzək, gəz sözün köküdür, gəz sözün kökü. Ək biz bunu bütövlükdə belə götürsək, uşaqlar, yəni qrammatik şəkilçi bütövlükdə götürsək, olacaq gəzək feili feilin əmr şəklində. Yəni mən gəzim, sən gəz, o gəzsin, biz gəzək feilin əmr şəklində olacaq. Feilin əmr şəklində olduğundan özündən əvvəl də yeri gəlmişkən gəl ədatının işlənməsi normal görünəcək. Çünki gəzək feili əmr şəklindədir, özündən sonra da gəl ədatı işlənib nə? O da əmr şəklində. Deməli, bu ək bütövlükdə qrammatik deyə düşünsək və feilin əmr şəklində düşünsək, gəl feilini, gəl burada əmr ədatı olmasının şahidi oluruq. Ümumiyyətlə, gəl sözü elə burada elə əmr ədatıdır. İndi biz bu gəzək feilini başqa cür də təhlil edə bilərik. Ə və ç. Yəni, əni ayrıca qrammatik, ç-nı ayrıca qrammatik götürə bilərik. Yəni, bu sözdə ə ilə ç. 2 dənə şəkilçi qeyd edə bilərik. Madam əni də qrammatik deyə götürsək və ç-nı ayrıca götürsək, onda olacaq feilin arzu şəklində. Belə çıxıb, buradakı bari sözündə arzu ədatı olması burada görsənir. İndi bu Azərbaycan dilinin bir gözəlliyidir də. Burada barı sözü və gəl sözləri ədatdır. Bu barı arzu ədatıdır. Bu gəl də əmr ədatıdır. Bu biri arzudur, biri əmirdir, biri misranın axırında, biri əvvəlində işlənir. Bu gəzək feilini də biz iki cür təhlil edə bilirik. Ə, ç və yaxud da ək bütövlükdə bir yerdə deməli təhlil edə bilirik. Bax, onun üçün elə sualda, daha doğrusu belə bir şərt qoyublar ki, nəyə görə sonuncu misradakı feilin şəklini dəqiq müəyyən etmək mümkün olmur? Nəyə görə feilin şəklini dəqiq müəyyən etmək mümkün olmur? Konkret desək, ona görə ki, sonuncu misrada, yəni sonuncu misradakı cümlədə, bax bu cümlədə ədatın iki müxtəlif məna növündən istifadə edilib. Biri əmr ədatı, digəri arzu ədatı. Əmr ədatına nəzərən gəzəkdə əkdir, arzu ədatı barıya nəzərən isə gəzək ə və ç-dır. Səbəb budur. Mətndə altına xətt çəkilmiş bir sözü saydır, yoxsa ədat. İndi bir buna da diqqət edək. Görək saydır, yoxsa ədat. Bu rəqəm özündə sanki bir gözəllik, zəriflik, məlahət daşıyır. Bu bir sözünü işlətməsək nə olar? Bu rəqəm özündə sanki gözəllik, zəriflik, məlahət daşıyır. Cümlə əslində normal cümlədir. Sadəcə bir sözü cümlənin təsir gücünü, yəni gözəllik, zəriflik, məlahət sözlərinin təsir gücünü bir qədər artırıb. Yəni buna xidmət edir və buna xidmət etdiyindən, yəni təsir gücünü artırmağa xidmət etdiyinə görə bir nə olacaq? Ədat olacaq. Yer gəlmişəm, biz bu bir say deyə düşünə bilmərik axı. Məsələn, say deyə düşünsək, məsələn, 2 əlavə edə bilərik bura. 2 gözəllik, zərifliyi daşıyır, yox. 3 gözəllik, zəriflik, məlahət daşıyır, yox. Heç bunları da əlavə etmək mümkün deyil. Deməli, madam ki, digər saylardan da istifadə etmək mümkün deyil və say məzmunu yoxdur, belə çıxır ki, buradakı bir nədir?
Ədatdır. Ədatdır. Çünki sadalama, saymaq məzmunu yoxdur. Sadəcə cümlənin təsir gücünü artırmağa xidmət edib. Doğru cavab nədir? Əlbəttə ki, ədatdır.